Cəlilabad sakini şikayət eləyir və o deyir ki, 2 ayda dövlət tərəfindən ona ayrılan dərmanları ala bilmir. Ağır xəstəlikdən əziyyət çəkən şikayətçi hansı quruma müraciət etsə də heç birindən müsbət cavab ala bilmir. Ona görə də üzünü speysə tutub. Cəlilabad rayonunun Allahverən kənd sakini Murad Abdullayev bir neçə ildir ki, qaraciyər xəstəliyindən əziyyət çəkir. 2022-ci ildə qaraciyər transplantasiyası olunan Murad Abdullayevə 2-ci qrup əlillik təyin edilib. Əməliyyat olunduğu gündən dərman preparatları qəbul edir. Amma son 2 ayda dövlət tərəfindən ona verilən dərmanı ala bilmir. Şikayətçi deyir ki, 2 aydır Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət etsəm də mənə dərman verilmir. Gedirəm direktorun yanına gedirəm, direktor deyir mənlik deyir, get təbbə şikayət edir. Təbbə zəng edirəm, təbbə deyir, bizlik deyir, sizin həkimlər üzrə. Yaxşı, biz dərdimizdə kimədik, o dərman da elə bir dərmandır, onu biz içməsi qızma verir. Yaşaya bilmirik də biz o dərmansız. Murad Abdullayev deyir ki, 2 aydır dərmanlarını xəstə yoldaşlarından əldə edib. Bizim qonşuda böyrək xəstəsi var, o da bizim dərmanın birim belə bir proqrafı bizim dərmandan istəyir. Ona dönənlər zəng eləmişəm, sağ olsun. Gedmişəm 2 list alıb gətirmişəm, başqa xəstəyə zəng eləyir 1 list ondan. Ha belə yola verirəm də. İndi mən bunları 2 ayda mənə dərman verilmir. İndiki o haçansa 3-cü ayda dərman verilsə, o 2 ay batdı. İndi mən onu aldıqlarımı da aparıb cəmaata qaytarmıram, xəstələrə qaytarmıram. Yəni bizim günümüz budur da, bizim yaşayışımız budur. Məsələ ilə bağlı Cəlilabad rayon mərkəzi xəstəxanasına müraciət etdik. Xəstəxanadan bildirildi ki, qeyd edilən dərman vasitələrinin təmin olunması üçün müvafiq müqavilələr bağlanılıb və artıq Bakı şəhərində fəaliyyət göstərən tibb müəssisələri sözü gedən dərman vasitələri ilə tam təmin olunub. Regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin həmin dərman vasitələri ilə təmin olunması qısa müddətdə həyata keçiriləcək. Çox maraqlıdır ki, necə olur bəs? Bundan öncə həmin bu şəxs deməli alır bu dərmanları, amma ondan sonra ala bilmir dərmanları və deyirlər ki, hələ ki bölgələrə gəlib çatmayıb bu dərmanlar. Amma orada vətəndaş qeyd elədi ki, 2 ay bundan öncəyə qədər dərmanlarını alıb. Hər halda indi o zaman tanımaq lazımdır da, bəzi şeylər var ki, orada gözləməyə məcburiyyətindəsən. Ki gözləyirsən, hə, gələn ay deyirlərsə, gələn ayda gözləyir. Hə, gələn ay verilməsə və haqlı olaraq da insan deyir ki, aldığım dərmanları kimdən ki 2 ay ərzində mən dərman almışam böyrək xəstəliyimə görə aparıb onlara qaytarmalıyam. Onda belə çıxır ki, bundan əvvəlki 2 ayın dərmanları da batdı. Amma yenə də deyirəm, mütəmadi verilibsə necə olur ki, açıqlamada verilir ki, bölgələrə hələ bu dərmanların verilməsinə başlanılmayıb. Paytaxtda xəstəxanalar təmin olunub, amma bölgələrdə təmin olunmayıb. Hər halda burada bir qədər qarışıq məsələ də var.